bizim İranda baş verən proseslərlə bağlı. Ola bilsin ki, Azərbaycanda təbii ki, dövlət qurumları, xüsusi xidmət orqanlarında kifayət qədər informasiyalar var. Dövlətin müəyyən institutları bu istiqamətdə hansı addımları atacaqlar, bunun barədə planlı fəaliyyət gedir. Amma cəmiyyəti biz necə hazırlayırıq bu prosesə? Bütün dünya İranda baş verəcək proseslərə hazırlıqlı şəkildə girmək istəyir. Türkiyədən tutmuş hər yerə qədər. Biz medianı, cəmiyyəti baş verə biləcək hər hansı bir mümkün proqnozlara artıq alışdırmalıyıq və ümumiyyətlə xüsusilə də hansısa bir qaçqın və başqa axınların qarşısında necə davrana biləcəyimizi cəmiyyətə müvafiq dövlət qurumları vasitəsilə izah etməliyik. Çünki bu olduqca vəziyyət ciddidir və orada baş verən proseslərin Azərbaycan dövləti üçün ciddi bir təhlükə yaratması istisna olunmur.